Allah, salam aleykum, hər vaxtınız xeyir olsun. Bu günlərim Ceyranbatanda. Bu nədir bura? Peşə məktəbi. Peşə məktəbinin yaxınlığında. Bir dənə 3 otaqlı evlə qarşınızdayım, dəyərli izləyicilər. Bir dənə otağı ətrafını çək. Dəyərli izləyicilər, burada da ki, yəni, burada qalanlar bilir, burayla maraqlananlar bilir ki, burada sənət yoxdur. Hər bir şey kommunallarla qanada keçir. Və evin içərisində dəyərli izləyicilər, bax, bu evin içində nə görürsünüz? Nə görürsünüzsə, bütün hər bir şey qalacaq. İstər xadimlik, kombi filan, hər şey, kondisioner, evin içərisində əşyalar, təzə, divanı, hər şey. Evin içindən heç nə götürülməyəcək. Dəyərli izləyicilər, keç səhvət olmasaqdadır. Videoda sona kimi baxın, hər bir şeyi aydınlığı ilə göstərirəm. Mən göstərirəm, siz sual verirsiniz. Mən göstərirəm, siz sual verirsiniz. Evin qiyməti 42.000 manatdır. Real alıcıya cüzi endirim olacaq burada, dəyərli izləyicilər. Gördüyünüz kimi, baxın, koridoru qəşəng genişdir. Burada veriniz nə istəsə yığa bilərsiniz. Kombisi var, hər bir şey. Bax, burada sanitar qovşağıdır, dəyərli izləyicilər, gördüyünüz kimi. Bax, burada belə bir dənə qladovka kimi yer yığılır. Burada sanitar qovşağıdır. Gördüyünüz kimi tam full təmirdir. Kondisioner də yəqin ki gördünüz. Dəyərli izləyicilər, bax sizə izah edirəm. Nə var videoda hamısını deyirəm. Xahiş edirəm, artıq dərəcədə, artıq sual verməyin. Evimizin, bu evin bir kasıb qardaşımızın evidir. Bu divarı, bax bir yana bu hissəsi qoşa daşdır. Qalan nə görürsünüzsə hər bir tərəfi tək daşdır. Və bu ərazidə də nəmişlik yoxdur. Yəni bunu da göstərin, baxın, sonra mənə xahiş edirəm, sual verin. Baxın, tək daşdır. Yəni bu ərazidə də, qardaş özü də deyir, mən də baxmışam ki, burada nəmişlik yoxdur. Növbəti otağı göstərin. Otaqların içində də nə görürsünüzsə, hər bir şey qiymətə daxil olmaqla əşyalı verilir. Evimizin həyəti də ki, ümumi sot yarımdır. Keçək indi inşallah bir dənə həyətini də çəkək. Dəyərli izləyicilər, bu da evimizin giriş hissəsidir. Ayaqqabılar falan çıxarmaq üçün. Bax, yəni kasıbın olanındandır da. Yəni bugün bunu da kimsə gəlib alsa, yəni kasıb adam alacaq da, imkanı ancaq gücü buna yetər. Əşyaları təzədir, hər bir şey yəni gözəldir. Baxın, bir dənə var, belə bir həyəti var. Həyətinə də maşın girir. Dəyərli izləyicilər, evi də çöldən sıvardır. Barışotkasına kimi var. Buradan da əsas yola məsafəyə də hardasa bir 250-300 metr məsafədir. Sokağın düz arxasına çıxır buradan yola. Fikri ciddi olan olsa inşallah əlaqə saxlayın, gətirək göstərək.